Kiraya qaldığım evdə həm dərin təmizlik, həm də dəyişiklik edirəm. Part 10. Nəhayət növbə çatdı qonaq otağına. Burada isə elə ilk pərdələri çıxartmaqdan başladım. Çünki bu pərdələrdən heç xoşum gəlmirdi. Düzü tünd olduğuna görə çöldən evin içi görünmürdü. Amma içəri tərəfdən isə heç də gözəl görünmürdü. Onun üçün də onu dəyişmək qərarına gəldim. Ardınca isə ən sevdiyim iş olan pəncərələri silməklə başladım. Bu arada sizin də pəncərələrinizin kənarı əgər ki sarılıbsa, həmin bölgələri xlorla rahatlıqla təmizləyə bilərsiniz. Mən həmin sarılan bölgələrə xloru fıskırdıram və pəncərələri tamamilə silənə qədər eləcə saxlayıram. Ardınca isə dəsmalın üzərini silirəm və olur ağappaq. Deyinə də olsa pəncərələri təmizləyib bitirdim. Amma çöl tərəfdən isə yenə də yaxşı təmizləmək olmadı, çünki reşotkalar maniçilik edirdi. Ardınca isə keçdim ataplenyaları təmizləməyə. Maşallah olsun, o qədər də toz, kir yığırlar ki, hər gün onları təmizləsən, hər gün də kir çıxır. Daha sonra isə növbə çatdı qapını təmizləməyə. Bu qapı da ağ olduğuna görə balaca bir ləkə izi belə çox gözə çarpır. Həm də hər gün toz yığır. Daha sonra isə divanın üzərindəki balaca yastıqları yumaq üçün üzüklərini çıxardım. İçərisindəki sintetkanı isə ayrı-ayrı kloklara qoydum ki, quruyandan sonra rahatlıqla içinə qoya bilim. Divanın da üzüyünü çıxarıb yumağa apardım. Nəhayət növbə çatdı pərdələrə. Nə qədər vaxt idi ki, bu pərdələri evdə görmüşdüm. Hər dəfə də deyirdim ki, otağın pərdələrini bunlarla dəyişəcəm. Qismət də bu günə imiş. Birinci stulun üstünə çıxıb pərdələri asmağı istədim, amma çətin olurdu deyə masanın üzərinə çıxıb eləcə asmağa başladım. Burada da mimikalarımdan başa düşmək olur ki, nə qədər rahat işdir. Zarafat bir yana deyinə də olsa pərdələrdə asıb qurtardım. Elə indidən otağın abu-havası belə dəyişməyə başladı. Həqiqətən də adi bir pərdə belə otağı tamamilə dəyişdirə bilirmiş. Bəs siz nə düşünürsünüz bu haqda? Pərdələri asıb qurtardıqdan sonra masanın yerini dəyişdim. Düşündüm ki, pəncərələrin qabağında daha yaxşı görünər. Masanın üzərinə isə dekor üçün evdə olan süni güllərdən qoydum və otağın bu küncü çox boş qalırdı deyə orada bu kreslonu yerləşdirdim və son olaraq da keçdim ümumi təmizliyə. Bir tək divan üzükləri qaldı, onu da quruyandan sonra yerləşdirəcəm. Və bu da otağın son halı. Mən şəxsən çox bəyəndim. Otağın abu-havası tamamilə dəyişdi. Əlbəttə ki, sizin də fikirlərinizi gözləyirəm. Növbəti və daha maraqlı vloqlarda görüşənədək.